Yeni Yasamalda 2 otaqlı, ideal təmirli bir mənzil çox ucuz qiymətə satışa çıxarılıbdır. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsində, 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın, hündür mərtəbəli binanın 16-cı mərtəbəsində. Ümumi sahəsi 60 kvadrat olan bir otaqdan 2 otağa düzəlmə və bir otaqdan 2 otağa düzəlməsinə baxmayaraq hər bir otağa, yəni mətbəxə də, yataq otağına da, qonaq otağına da pəncərəsi düşən bir evdir, mənzildir, təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Binanın qazı, suyu, işığı daimidir, liftləri işlək vəziyyətdədir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Videomuzu sonadək izləyin ki, qiyməti haqqında da xəbərdar olasınız. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın, hündür mərtəbəli yeni inşa olunmuş binanın 16-cı mərtəbəsində. Ümumi sahəsi 60 kvadrat olan bir otaqdan 2 otağa düzəlmə və ideal düzəlmə. Nəyə görə ideal düzəlmə deyirəm? Ona görə ki, həm yataq otağına, həm qonaq otağına, həm mətbəxə pəncərə düşür, balkonu da öz yerindədir. Dəyərli izləyicilər, bu mənzilin qiyməti 140 min manatdır. Yeni Yasamalda belə bir mənzil bu qiymətə tapmaq qeyri-mümkündür. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.